Uşaqlarda qan xəstəliklərinin əlamətləri hansılardır? Bilirsiniz, qan xəstəlikləri çoxdur. Çox böyük bir məfhumdur. Ona görə istər uşaqlarda, istərsə də böyüklərdə baxır ki, hansı xəstəliklərdən gedir söhbət. Məsələn, mən sizə deyim ki, qan xəstəlikləri bir neçə böyük bir qrupa bölünür. Bunların içərisində var deməli, qırmızı qan sıranın xəstəlikləri. Bunlar da irsi və qazanılma olur. Bunlar haqqında danışacağıq. Ondan sonra var leykositet sistemin xəstəlikləri. Yəni buna da bu da çox böyük bir məfhumdur, deyim, böyük bir anlayışdır. Bunun da özünün həm qazanılmış və həm də irsi xəstəlikləri olur. Bir də trombositat sıranın xəstəlikləri, hansı ki, laxtalama sistemində iştirak edən deməli ən böyük formalı elementlər, ən çox yəni olan əsas formalı elementlər trombositlərdir. Və bunların, bu sıranın xəstəlikləri, bunlar da yenə də həm irsi, həm də qazanılma olur. Ona görə bir cümlə ilə demək ki, uşaqlarda qan xəstəlikləri özünü necə göstərir? Bu əlbəttə bu sualın cavabını heç kim, yəni heç yerə bir cümlə ilə ifadə etmək olmaz. Sadaladığım hər bir qanın tərkibində olan hər bir formalı elementin deməli özünün sistem xəstəlikləri var ki, bunların da hər birinin təzahür forması müxtəlif olduğuna görə onların hər biri haqqında ayrılıqda danışdıqda ümumilikdə biz qan sistem xəstəlikləri haqqında təsəvvür yarada bilərik.